Salam əziz valideynlər. Bu aralar demək olar ki, Londonla bağlı çoxlu istəklər gəlir və valideynləri maraqlandıran suallar olur. Və bu fürsətdən istifadə edib hər birinizə London yay kampımızla bağlı məlumat paylaşmaq istəyirəm. Bilirsiniz ki, Şehin Akademi olaraq hər il olduğu kimi bu ildə iyun ayının 30-dan iyul ayının 14-nə qədər Londonda Queen Mary Universitetinin yay kampımız olacaq. Şehin olaraq çox güclü təcrübəyə malikik və bizim ən əsas üstünlüyümüz o ki, biz hər ay dünyanın fərqli ölkələrində beynəlxalq layihələrə ev sahibliyi edirik və qürurla və uğurla hər bir layihəni başa çatdırırıq. Və tam iddia edə bilərəm ki, London kampını ən fərqli həyata keçirən və tələbələrə fərqli təcrübə yaşadan mərkəzlərdən biriyik. Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz sizə bütün xidmət təklif edirik. Burada viza rüsumu, gecələmə, gündə 3 dəfə qidalanma və ən əsası sosial aktivitələrin hər biri. Yəni London Eye, Madame Tussauds muzeyi, Tropi Park, Harry Potter və bütün sosial aktivitelər, ödənişli aktivitelər daxildir. Bəzən sizə təqdim olan yay məktəblərində muzeylərin siyahısı sonsuz sayda verilir və əziz valideynlər aldanmayın. Zaten Londonda bütün muzeylər və mərkəzlərə ödənişlər pulsuzdur. Və bəzən kurslar öz xidmətlərini şişirtmək üçün bu cür məlumatlar sizə verirlər. Amma ən əsas ödənişli xidmətləri biz sizə təklif etdiyimiz qiymətə daxil etmişik. Və bununla yanaşı bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, özüm şəxsən bütün kamplarda iştirak edirəm şəxsən. Buradan məni izləyən tələbələrimiz də səsimə səs verə bilər ki, mən o prosesdə onlara necə yaxından dəstək oluram. Mən orada bir Jale müəllimi olmağı yox, bir ana olmağı öz üzərimə məsuliyyət kimi götürürəm. Və son zamanlarda deyilir ki, Londonda olan yay məktəbləri bəzən daha çox biz gəzmək amaçlı təşkil edirik. Bu heç də belə deyil. İstənilən yay məktəbinin proqramı saat 6-da bitir və 6-dan sonra kampus sizə sosial aktivite, bu futbol, voleybol və ya filmə baxmaq olur. Biz bəzən bu aktivitetlərdə yer alırıq və bəzən olur ki, mən özüm şəxsən uşaqlara London təcrübəsini tamamilə yaşatmaq üçün onlara əlavə ekstra gəzintilər də təşkil edirəm. Burada əsas məqsədim onların bu təcrübəni tam yaşamasıdır. Çünki London əksər gəncin görmək istədiyi, yaşamaq istədiyi təcrübələrdən biridir və mən hər dəfə bu yolda özümə hədəf qoyuram ki, bu təcrübəni onlara tamamilə yaşadım. Və bəzən yanlış məlumatlar verilir ki, sizin övladınız yay kampında iştirak etməklə hansısa bir universitetə üstünlük əldə edir. Bu sadəcə bir sosial aktivitedir. Ümumiyyətlə, yay kampları iki cür olur. Bir var, sosial aktivite amaçlı və hər ildə dünyanın həyata keçirdiyi və dünyanın minlərlə insanların iştirak etdiyi yay kampları. Bir də ixtisas beyzli yay kampları. Bunlar daha çox 16 yaş üzəri olur. Bilirsiniz ki, Şehin Akademi olaraq biz bu layihələri də həyata keçiririk, yay kampları. Amma London yay kampının əsas üstünlüyü sizin övladınız 15 gün ərzində Londonda bu təcrübəni yaşayacaq, sizdən ayrı bir mühitdə, müstəqil şəkildə bütün məsuliyyətləri üzərinə götürəcək və kampus həyatının nə olduğunu təcrübə edəcək və ən əsasda Londonu yaxından kəşf etmə imkanı əldə edəcək. Əgər siz də bu sahədə, əgər siz də övladınızı bu cür yadda qalan təcrübə yaşatmaq istəyirsinizsə, bizə müraciət edin və biz Şehin Akademi olaraq sizə söz verir ki, bu təcrübəni sizin övladınıza doya-doya yaşadacağıq. Əgər belə olmasaydı, illərdir ki, Şehin Akademi olaraq biz bu qədər gəncin London yay məktəbində iştirakını təmin etməzdik. Biz əminik ki, bu da sizin seçiminiz Şehin Akademi olacaq və biz də bu məsuliyyəti uğurla həyata keçirəcəyik.